Vay vay necə də pis idi. Ürəyim partlayırdı az qalsın. Cırtdan, nə yaxşı tez gəlmisən. Necəsən Cırtdan? Cırtdan. Gördün məni, necəsən? Yaxşısan? Uşaqlar gəlib. Uşaqlar salam. Xoş gördük sizi. Necəsiz? Mən də şad oldum sizi görməyə. Hə, deyirsiniz verilişi bəyənmisiniz? Çox sevindim. Cırtdana nə olub bilmirsiniz? Bilsəydim getməzdim mən ora. Mən necə də səhv elədim. Siz də bilmirsiniz? Vay. Cırtdan, ay Cırtdan. Hə. Eşidirsən məni? Hə, Nə çiçək olub sənə? bacı. Bir də görün. Yox, danışa bilmərəm. Niyə? Yo, vay. Necə də pis idi ora. Niyə pis idi? Nə yaman idi. Nə Mən olmuşdu bilsəydim heç axı? ora getməzdim. Yox, çiçək bacı deyə bilmərəm. Yox. Uşaqlar necə eləyək? Gəl mən yaman. fikirləşim. Deyirəm dostların səndən küsür. Yox, dostlar məndən küsmür. Mən öz ağıllı uşağam. Məndən kim küsə bilər? Çiçək bacı, çox dəhşətli idi Çiçək bacı. Nə dəhşətli idi, nə oldu? Deyə Küçədə bilmərəm, nəsə insan- görmüsən? Hə? Küçədə nəsə var idi? Yox. Kimsə dalınca düşmüşdü? Yox. Bəs nə olub axı? Bir də bilək də. Uşaqlar da narahatdır. Çiçək bacı. Cırtdan. Ha. Tapdım. Deyirəm dovşanlar girib sizin bostana yer köklərinizi yemə. Yox, Çiçək bacı. Zarafatın yeridir. Görürsən ki, mən burada narahatam. Sən də burada zarafat edirsən Axı məndən. neyim? İstəyirəm keyfimi alsam da. Elə deyil uşaqlar. De görüm də nə oldu axı? Deyim. Yox, Çiçək bacı. Sən zarafat elədin. Mənim halımı başa düşmürsən. Ona görə mən elə buradan çıxım gedim. Ay Allah, niyə gedirsən axı? Uşaqlar, başa bir söz düşmürsünüz, deyin. başa Uşaqlar düşmürsünüz. deyir, yo, cırtdan getməz uşaqlar. Heç Məsələni- qətiyyən narahat olmayın. Sən mənə de görüm nə olub, biz də səni başa düşək. Hey, elə eləyirsən, vah eləyirsən, biz boşa düşmürük ki, axı nə olub bu cırtdana? Çiçək bacı. Bilirsən nə olub? Bəli, nə olub axı? Ay, necə də Ağlama dəhşətli idi. Heç sən inana bilmərsən ki, bu cür belə dəhşətli bir şey olub Çiçək bacı. Aa, Görməmisən. dəhşətli. Görməmisən deyə sən məni başa düşə bilmərsən. Vay. Ay Çiçək Görürsən bacı nədir mən. uşaqlar? Hə? Ay. Sən bir Neyniyəcəm? deyərdin, biz də bilərdik də. Yəni bu dəhşətli olan, bu qorxulu olan nədir? Demək istəmirsən? Ağlama axı. Ay Allah, uşaqlar da narahat olur. Cırtdan. Deyirəm tapmacanın vaxtıdır. Nə? Tapmaca? Hə. Hə. Gedə bilərik. Axır özünə gəldi. Bunu bayaqdan demirəm. Yox, amma Hə, dəhşət. gedək tapmacaya uşaqlar. Aşağıdakı nömrələrə yazın ha cavabını. Diqqətlə qulaq asın. Gedək. Yazın. Hə, gedək. Gedək. Dostlarımız da gələr. Getdik dostlar. Getdi. Tapmacaya. Hey! Hə, uşaqlar. Deməli, bugünkü tapmacamıza da hazırsınız ki, bura gəlmisiniz. Tapmacamız bu cürdür. Odda yanmaz, suda batmaz. Görəsən nədir? Yaxşı fikirləşin. Fikirləşə görə odda necə yanmır, suda necə batmır? Cavab çox sadədir, çox asandır. Tez yazın, göndərin bura uşaqlar, tez olun. Bəli, Cırtdan. Görüm hələ sənə bu günləri nəyin nağılını danışım. Hə, nənə, nağıl danış. Danışacağam. Dayan. Aha, gəl sənə mən bugün qoğalın nağılını danışım. Çox maraqlı nağıldır. Ura! Deməli belə, biri var idi, biri yox idi. Bir qoca kişi ilə bir qoca qarı yaşayırdı. Bir gün kişi dedi: "Mən çox acımışam. Mənə bir qoğal bişir." Qoca qarı ayağa qalxdı, unu gətirdi və undan bir qoğal bişirdi. Qoğalı pəncərənin qabağına qoydu ki, qoğal soysun. Elə bu vaxt bilirsən nə oldu? Nə oldu nənəcan?
Elə bu vaxtı qoğal cana gəldi və pəncərədən yerə atıldı. Dığırlana, dığırlana başladı getməyə. Nənədən, babadan qaçdı. Getdi, yolda dovşana rast gəldi. Dovşan onu görüb dedi: "Ay, nə dadlı qoğaldı. Elə yemək istəyərdim bunu." Qoğal dedi: "Ondan qoğal olmuşam. Un ilə yoğrulmuşam." Dovşan dedi: "Ay, nə dadlı qoğaldı. Nə bunu yeyərəm? Sən kimsən?" Qoğal dedi: "Ondan qoğal olmuşam. Süd ilə yoğrulmuşam. Babadan da qaçmışam, nənədən də qaçmışam. Səndən nə var qaçmağa?" Bunu deyib dığırlana dovşandan qaçdı və yoluna davam etdi. Elə biraz getmişdi ki, bilirsən hansı heyvanla rastlaşdı? Canavarla. Canavar neynədi? Hə, canavarla. Canavar dedi: "Ay, nə dadlı qoğaldı. Hey, sən kimsən?" Qoğal dedi: "Oldum qoğal olmuşam, süd ilə yoğrulmuşam. Nənədən də qaçmışam, babadan da qaçmışam, dovşandan da qaçmışam. Səndən nə var qaçmağa?" Bunu deyib dığırlana canavarın yanından ötüb keçdi. Biraz yol gəlmişdi ki, indi sən təsəvvür elə. Biraz yol gəlmişdi ki, ay cırtdan, denən görüb hansı heyvana rast gəldi? Hansı heyvana rast gəldi, nənə? Dayan deyəcəm. Ayya. Ayı dedi: "Nə dadlı qoğaldı. Nə bunu yeyərəm?" "Ey, sən kimsən?" Qoğal dedi: "Oldum qoğal olmuşam. Süd ilə yoğrulmuşam. Babadan da qaçmışam, nənədən də qaçmışam, dovşandan da qaçmışam. Hətta canavardan da qaçmışam. Səndən nə var qaçmağa?" Bunu deyib dığırlana ayının yanından ötüb keçdi. Yoluna davam etmişdi ki, səncə bu səfər hansı heyvan qabağına çıxdı? Aynən, meşədə heyvan qaldı bəyəm. Ay səni dəcəl. Əlbəttə ki qaldı. Tülkü. Bəli, tülkü gördü ki, dadlı bir qoğal gəlir. Dedi: "Nə bunu yeyərəm?" "Ey, sən kimsən?" Qoğal dedi: "Ondan qoğal olmuşam, süd ilə yoğrulmuşam. Nənədən də qaçmışam, babadan da qaçmışam, dovşandan, canavardan, ayıdan da qaçmışam. Səndən nə var qaçmağa?" Tülkü dedi: "Nə gözəl oxudun, amma heç eşitmədim. Olar ki, biraz yaxına gələsən?" Qoğal dığırlanıb gəldi lap yaxına və başladı mahnısını bir də oxumağa. Tülkü dedi: "Yox, eşidə bilmədim. Olar ki, burnumun üstündə oxuyasan?" Qoğal atıldı onun burnunun üstünə. Başladı yenə oxumağa. Tülkü dedi: "Yox, eşitmədim. Olar ki, dilimin üstündə oturasan?" Və qoğal onun dilinin üstündə oturdu və mahnını elə oxumuşdu ki, hop, tülkü onu yedi. Nağlımız da cırtdan burada bitdi. Aynən, deyirəm ki, qoğal nənədən icazəsiz getməsəydi, tülkü onu yeməzdi, hə? Aferin sənə, bəli. Tülkü onu yeməzdi. Aha. Yaxşı, sonra danışarıq, indi danışa bilmirəm. Yaxşımı? Yaxşı, sağ ol. Çiçək bacı, Nəyə onu at yerə. Onu Nəyə at qoyum? yerə, çox Bunu pis bir deyirsən? şeydir, çiçək bacı. Bunu deyirsən? Yaxın gəlmə. Mən Niyə? çox pis şeylər görmüşəm orada. Telefondur da, cırtdan. Nədən qorxursan axı? Nənəcən. Nənəsini çağırır, uşağı, nə olub buna? Telefondan qorxursan? At yerə, o çox pis bir şeydir, çiçək bacı. Niyə? Çiçək bacı səni də pis eləyəcək səni də. Qoy at yerə onu. Ay cırtdan, bu çox yaxşı bir şeydir. Yox, Niyə yox, görə? yox, Mən yox, bunu yox. danışırdım. İndi bu dəqiqə dostumla danışırdım. Yox, çiçək bacı. Ümumiyyətlə, ekranlı hər bir şeyin hamısı çox pis bir şeydir. Niyə cırtdan? Çox Bu pisdir, ekranda çox bir- pis. Niyə? Nə olub axı? Nə görmüsən axı Yo, bunda? yo, deyə bilmərəm, ay çiçək bacı. Cırtdan, bunlar olmasa biz axı At necə yerə. danışar olur? Bəs bir dəqiqə dayan görüm. Uşaqlar, doğrudan ha.
Deyirəm ki, sən deyirdin belə kameraçı olacağam, belə nə bilim veriliş çəkəcəm, nə bilim bu. Yo. Nə oldu bəs sənə? İndi bundan qorxursan? Daha heç nə olmayacam. Daha heç nə olmayacam mən. Niyə? Mən özüm meşəbəyi olacam. Qərar aldım ki, mən bundan sonra mən meşəbəyi olacam. Qurtardı. Yaxşı. Meşəbəyinə telefon lazım deyil. Yox. Bəs sən nənənlə nətər danışarsan? Nənəm Mənimlə çağır- necə danışarsan? Nənəmi oradan çağıracam. Nənə! Hə, Ay, eşitdim. nənə! Deyəcəm, Hə, gələcək. Uzaqda olan dostunla necə danışacaqsan? Yaxşı. Nəfəsim kəsildi çiçək bacı. Niyə? Ona da deyəcəm ki, Əli! Huy! Ay Əli! Yaxşı. Bəs o biri ölkədə olan dostuna necə danışacaqsan? Heç nədə. Onları da elə qışqıracaqsan, eşitməyəcək axı o. Çiçək bacı heç nə yazacam məktub. Məktubumu yazacam atla, qatarla, indi nə ilə gedərsə, Aha. getsin, çatdırsınlar ona. Aha. Rahat olar. Atla qatarla. Cırtdan da ha bu dövrlər keçib. Də təzədən ora qayıda bilmərik ki. İndi Yox qəşəng telefonla ki, zəng yox. edirsən. Hala hələ soruşursan, elə deyil uşaqlar. Yo, Uşaqlar yo. da deyir, cırtdan hara getdi belə? Getdi nə o dövrə? Hə, çiçək bacı, elə o dövr rahatdır. O Yaxşı dövr da. çox yaxşı dövrdür. Mənim gördüklərimi sən görməmisən, sənin Axı xəbərin yoxdur. Bir de görüm də, cırtdan, sən bir de görüm ki, nə görmüsən? Uşaqlar da bayaqdan baxırlar, deyirlər, ay bu cırtdana nə olub? İndi də telefondan qorxur. Ay çiçək bacı, Hı. mən güya sənə desəm, sən o boyda insanların hamısına kömək edə biləcəksən, hə? Ha, çox Denən insan görüm mənə. görmüsən. Kimləri görmüsən? Sən nə cür bir şey görmüsən? Təxmini bir deyirən də, bir səhnəni bir. Çiçək bacı, onu bilirəm ki, mən bunu bilirəm ki, ekranlı heç nədən istifadə eləmək olmaz. Yenə eyni sözü deyir. Aa, zəng gəlir cırtdan. Aha, hə. Cırtdan, müsabiqəmizin vaxtı çatdı. Bax görürsən nə qəşəng. Hə, vaxtı müsabiqəmizdən sonra danışar inşallah cırtdan. Yaxşı, yaxşı. Uşaqlar, gedək müsabiqəyə və aşağıdakı nömrələr yadınızda çıxmasına müsabiqədə iştirak edin. Hə, Getdi. Getdi. Salam mənim dostum, necəsən? Xoş gəlmisən oyunumuza. Nasılsın? Əvvəl özünü təqdim elə, adını və yaşını denən bizə. Adım Fatıma Məsumə. Fatimə Məsumə, neçə yaşın var? 8 yaşım. 8 yaşın var. Qoşulmusan cırtdanla oyun oynamağa, düzdür? Bəli. Əgər hazırsansa başlayaq. Oyunumuzun qaydası bu cürdür ki, sən burada gördüyün xanalardan birini seçməlisən və cırtdana deməlisən. Cırtdan da həmin xananı açacaq. Hansı oyun çıxsa gedəcəyik oynamağa. Hazırsan? Hansın? Hansını istəyirsən? 1, 2, 3, 4, 5, 6. İçini istəyirəm. İçi açılsın. Yuhu, getdik. Hə, dostum. Oyunumuza xoş gəldin. Oyunumuzun qaydası bu cürdür ki, bu qulaqcıqdan səs eşidəcəksən və həmin səsin nə olduğunu mənə deməlisən. Sonra bu qutudan da doğru cavab çıxacaq. Hazırsan? Başa düşdün? Bəli. Oyunumuz aydın oldu və başlayaq oyunumuza. Yuhu! Diqqətli qulaq as. Su səsidir. Su səsi, yəni damla səsi baxaq. Aferin sənə. Qulaqların çox qəşəng eşidir. Təbriklər. Getdi o bir oyunumuza. Dostum, çox gözəl oynadın, təbrik edirəm və 60 xal qazandın. Yenə təkrar oyun oynamaq istəyirsən? Sən bir anda oynayırsan. Hə. Onda ikinci xananı Bəli. seç. Hə, ikinci xananı seç və başlayaq. La 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 la. Hansı Birinci. xananı seçir? Birinci xana açılsın.
Getdik. Dostum, oyunumuza yenidən xoş gəldin. Deməli, bu oyunumuzun qaydası bu cürdür ki, mən sənə suallar verəcəm və sən doğru cavablara bəli, səhv olan cavablara xeyr deyəcəksən. Yaxşı? Yaxşı. Başladıq. Analar və nənələr uşaqlara layla deyirlər. Bəli. Bəli. Novruz bayramı qədim bayramdır. Bəli. Bəli. Qışda göydən qar yağır. Bəli. Bəli. Vaxtı bizə televizor göstərir. Xeyr. Xeyr. Yer kürəsini ay isidir. Xeyr. Xeyr. Anamızın anasına baba deyirik. Xeyr. Xeyr. Təbrik elədim səni çoxlu və yenə də qalib oldun. Getdik görək nə qədər xal qazandıq. Və 2 oyunda da qalib oldun. 120 xal qazandın. Və bu da o deməkdir ki, sən 120 manat dəyərində Cırtdanın macəraları verilişindən hədiyyə qazandın. Təbrik edirəm səni. Sağ ol dostum. Sən də sağ ol dostum. Sağ ol. Sən də sağ ol. Hə Cırtdan, mən telefonu qoydum qırağa. Sən mənə və dostlarımıza de görüm nə olub axı. Bax, bir çiçək bacı, diqqətlə qulaq as. Yaxşı, qulaq as. Uşaqlar siz də diqqətlə qulaq asın. Qulaq as. Deməli çiçək bacı. Mən bilirsən də mən nənəmin təndiri ilə bura gəlirəm. Bilirəm. Düşürəm, hop bandıram içinə, hop, düşürəm bura. Aha. Hə, deməli bir gün mən qoy başdan danışım da. Uşaqlar da Danış. bilsin ki, mən nənəmin təndiri ilə nə cür gəlirəm bura. Hə, danış yaxşı. Deməli, mən bir oturmuşdum kənarda, nənəmin təndirindən gördüm ki, bir işıq gəlir. Aha. Mən fikirləşdim ki, yəqin nənəm ocaq qalayıb ki, çörək bişirsin. Dedim, gedim bir yaxınlaşım yanına, görüm nədir, nə deyil, burada nə işıq gəlir, görüm çörək bişib yoxsa yox. Elə gedib yaxınlaşdım, içinə boylandım və baxdım, baxanda içinə biraz da yaxına əyləşdim, gəldim yaxına, gördüm ki, düşdüm içinə. Sonra da özümü burada tapdım. Hə, nə yaxşı. Deməli çiçək bacı, elə həmin vaxtı oturmuşdum da fikirləşirdim. Yəni mən həmişə bura bu cür gəlirəm. Sonra oturdum, fikirləşdim ki, bilirsən çiçək bacı yadıma nə düşdü? Sənin qocalığın. Yaxşı. Mən qocalığımı niyə fikirləşirdin sən indi? Hə, çiçək bacı maraqlı gəldi də mənə ki, görüm sənin qocalığın nə cür olacaq. Fikirləşdim. İndi gözündə bir dənə eynək var da çiçək bacı. Onda olacaq gözündə 3 dənə eynək. Belin büküləcək, dişlərin töküləcək. Cırtdan. Sonra da gələsən belə Cırtdan, bir dəqiqə dayan. Sən başqa mövzudan danışırdın. Getdin mənim qocalığıma. Elə mənim qocalığımı danışacaqsan. Gedək əsas mövzuda görüm. Sən nədən qorxmusan? De görüm tez ol. Çiçək bacı, elə bunu fikirləşmiş. Günahkar sənsən. Hamısının günahkarı sənsən. Mən günahkar oldum? Bəli. Cırtdan mən? Mən nə edim sənə? Çünki mən səni fikirləşməsəydim, mən oturmuşdum təndirin qırağında sənin qocalığı fikirləşirdim. Sonra gördüm ki, bizim verilişimiz başlayar. Onları fikirləşirdim. Elə düşdüm ki, hoppandım təndirə. Bir də gördüm ki, mən hardayam. Hardasan? Bir dənə de, nəhayət ki deyəcək. Bura haradır? Haradır? Mən hara düşmüşəm? Çiçək bacı, göydə uçan maşınlar. Hamı telefona baxır. Heç kim bir-biri ilə oynamır. Vay. Mən dedim, mən hara düşmüşəm, çiçək bacı? Deyirəm Cırtdan, zəng gəlirik.
Zəng gəlir. Ay, elə bildim Bilirəm, mən də gözləyirdim ki, axır kulminasiya nöqtəsinə çatmışdıq, amma cidden gəl. Uşaqlar, gedək. Müsabiqəmizin vaxtıdır. Müsabiqədə iştirak edin aşağıdakı nömrələrlə. Gedək. Cidden danışacaq sonra. Gedək. Getdi. Çiçək bacı, səhv getməliyik də, hə? La, getdi, Yox, getdi, getməli, yaxşı. getməli. Gedək. Mənim gözəl dostum, oyunumuza xoş gəlmisən. Adın nədir? Fatıma Zəhra. Fatimə Zəhra, neçə yaşın var? 6. 6. Oyunumuza hazırsansa oyunumuzu başa salın və keçək oyunumuza. Hazırsan? Hazır. Bu gördüyün xanalardan birini seçməlisən. Və hansı oyun çıxsa, həmin oyunu bərabər mənimlə, yəni qəhrəman cırtdanla bərabər oynayacağıq. Onda xanalardan birini seç və başlayaq. 1, 2, 3, 4, 5, 6. 5-ci xana açılsın. Getdi. Dostum, qəşəng oyunumuza gəldik Fatimə Zəhra. Deməli, bu oyunumuz bu cürdür ki, bir dənə yumurta göstərəcəyik sənə və kasanın altına qoyacaq. Həmin kasa fırlanacaq və hansı kasanın altında yumurta varsa, o yumurtalın cavabını, yəni hansı kasanın altında olduğunu bizə deməlisən. Ay, özüm də çaşdım. Başa düşdün oyunumuzu? Bəli. Dəqiq başa düşdünsə, onda oyunumuza başlayaq. Başlayaq. Bax, bu yumurtanı görürsən, indi kasa bağlayacaq bunu. Sonra fırlanacaq, gözünü bu yumurtalı kasadan çəkmə ki, yerini biləsən hansındadır. Birincidə, ikincidə, yoxsa üçüncüdə? Üçüncü. Saniyenin yanındakı birincidir, ortada ikincidir, o birisi üçüncüdür. Üçüncüdədir. Üçüncü açılsın, baxaq. Ay, birincidəymiş. Eybi yoxdur. Təkrar yenə oynayırıq, narahat olma. Diqqətlə bax kasaya, yaxşı. Yumurtamız buradadır. Həmin kasanı izləyəcəyik və harada dayandığını mənə deməlisən. Hansındadır? Hansındadır dostum? Tez ol. Üçüncü. Üçüncüyə baxaq. Üçüncü. Aferin sənə. Bir dənə də oynayaq, axırıncı oyunumuzdur. Amma cavabı tezdən, vaxt bitməmiş. Bizə cavabı deyəsən gərək. Kasamız və yumurtamız buradadır. İndi fırlanacaq. Diqqətlə onu izlə. Hansındadır? Ortada. İkincidə. Baxaq. Aferin sənə. Gözlərin çox qəşəng görür və yumurtamızı tapdın. Gedək görək nə qədər xalımız var. Getdi. Hə dostum, 40 xal qazandın. Təbrik edirəm səni. İkinci oyun oynamaq istəyirsənsə, bir dənə də xana seçməlisən. Bəli. Aha, onda xana seç. 6. 6. Getdi. Hə dostum. Deməli, bizim bu oyunumuzun qaydası
Qaydası bu cürdür ki, sual altında olan qutunun içində bir söz var. Biz bu sözü tapmaq üçün bizə şəkillər göstərəcəklər. O şəkillərə baxacağıq və düzgün cavabı tapacağıq. Hazırsan? Bəli. Onda başlasın. Diqqətlə baxaq, görək. Bu şəkillərə uyğun nə ola bilər? Aha, diqqətli bax. Ət var, önlük var, balta var və bir dənə də ətlər var. Nə ola bilər cavab? Yəni bu əti kimlər satır, kimlər kəsir? Tez ol, vaxt az qalıb. Birinci. Yo, birinci yox. Bu sözü tapmalıyıq. Adını deməliyik bu sözün. Əti kəsənə nə deyirlər? Qəssab. Baxaq cavaba. Aferin sənə. Cavab doğrudur və cavabımız qəssab. Getdik xalımıza baxmağa. Dostum, səni təbrik edirəm və ən yüksək xal demək olar ki, budur 120 xal qazanmısan və bu da o deməkdir ki, sən 120 manat dəyərində hədiyyə qazandın bizdən. Təbrik edirəm səni. Və çox şad oldum ki, sənin kimi dostum oldu. Sağ ol. Mən də sağ ol deyirəm. Sağ ol. Çiçək bacı, bilirsən nə gördüm mən orada? Nə gördün? Ağaclar həqiqi deyildi. Nə qədər maşın var idi. Hətta bəziləri göydə uçurdu. Hava tüstüdən qaralmışdı. Yaxşı görə bilmirdim. Adam boğulur deyə nəfəs ala bilmirdim yaxşı. Çiçək bacı, bilirsən ən pisi də nə idi? Nə idi? Bütün uşaqların əlində sənin kimi telefon var idi. Ancaq başları qarışmışdı ora. Orada oynayırdılar. Ancaq telefonda. Heç bir-birləri ilə oynamırdılar. Vay. Mən də fikirləşdim ki, indi bunlar belə oynayırlar da özləri üçün. Bəlkə mən çıxaram məhəlləyə, özümə dost taparam da oynamağa. Aha, nə oldu bəs? Ancaq baxam görəm nə, çiçək bacı. Bir dənə də uşaq yoxdur həyətdə. Hamısı sənin kimi telefondadılar. Belə başlarını aşağı saldılar, ancaq oyun oynayırlar özləri üçün. Başa düşdüm cırtdan. Əslində Çiçək bacı, qorxulu dayı vəziyyət. mən bunları gördüm, sənin qocalığın yadımdan çıxdı. Dedim, yox, belə olmaz. Çiçək bacı, bilirsən, çiçək bacı, deyirəm, bir-birlərinə qarşı etinasız idi. Elə bir ki, Ay, heç nə veclərinə deyildi. Yəni, kimə Görsən. nə oldu, kim nə elədi. Çox qorxdum, çiçək bacı. Heç belə də həyat olar, çiçək bacı. Valla nə deyim, olmaz əslində. Yəni həqiqətən də qorxulu bir vəziyyətdir. Elə deyil uşaqlar. Yəni adam məsələn həmişə telefonda olar, fikri oyun oynamaya. Həqiqətən də çox çətin bir vəziyyətdir. Bu yəni cırtdanın qorxmaqda haqqı var əslində. Ay çiçək bacı, Hə. deyirəm ki, bax, mən burada gəldim, futbol oynamağı öyrəndim, qəşəng. Sonra getdim orada dostlarımla bərabər oynayırdım da, düzdür? Biz düzdür. orada əylənirik, oynayırıq, gülürük, hətta küsürük. Küsməyin də öz belə marağı var da. Düzdür, cırtdan. Amma orada gördüklərim çox belə qorxuluydu, çox təəccüblüydü. Başa düşürəm ki, qorxuludur, təəccüblüdür. Düz deyirsən cırtdan. Cırtdan burada bir qəşəng bir söz dedi. Yəni küsmək bizim bir hissimizdir də. Yəni ola bilər ki, biz bir gün bir dostumuz bizdən küssün ya biz ondan küsək. Düzdür, yaxşı bir iş deyil, amma ki, yəni o onun küsməyi bizi düşündürür ki, görürsən mənim bu hərəkətim nə oldu? Niyə görə belə oldu? Bəlkə məndə səhv var idi. Biz ağlayırıq, küsürük, sevinirik, şadlanırıq, narahat oluruq, qəmgin oluruq. Bunlar hamısı nədir? Bizim hisslərimizdir. Hisslərimizdir, hə. Ona görə də cırtdan. Yəni sən düz fikirləşirsən. Sənin burada
bu cür qorxmağın yeri var idi. Amma cırtdan, indi zəng gəlir. Zəng gəlir, zəngimizə gedək, müsabiqəmizi. Hə, müsabiqəmizdən sonra tam izah eləyərəm hamısını sənə. Yaxşı, Gedək müsabiqəyə. Gedək uşaqlar. Getdik. Mənim balaca dostlarım, salam olsun hər birinizə. Bugünkü görək oyunumuzun qonağı kim olacaq? Görəsən kim qəhrəman olmaq istəyir? Salam. Salam. Necəsən? Yaxşıyam. Adın nədir? Fatimə. Fatimə. Neçə yaşın var? 11. Hə, Fatimə. Əgər hazırsansa, başlayaq oyunumuza. Burada Bəli, gördüyün hazır. xanalardan birini seç və gedək oyunumuza. 5. 5. Getdik. Dostum Fatimə, ümid edirəm ki, sən riyaziyyatdan yaxşı bilirsən və sənə burada lövhədə riyaziyyata uyğun suallar veriləcək və vaxt tamam olmamış o sualları mütləq tez cavablandır. Hazırsan? Hazırsan? Bəli. Başladık. Tez hesapla və cavab ver. 4 çıx, 2 çıx, 1. 0. 4 çıx, 2 çıx, 1. 1. 1. 1. 8 üstəgəl 6 çıx, 1. 13. 13. 5 üstəgəl 9 üstəgəl 3. 17. 17. 9 çıx 6 üstəgəl 2. 5. 5. 9 üstəgəl 6 çıx 5. 10. 9 üstəgəl 6 çıx 5. 10. 10. 3 çıx 1 üstəgəl 1. 3. 3. 3. Aferin sənə. Təbrik edirəm. Gedək görək nə qədər xalın var dostum. Getdik. Hə dostum, 60 xal qazandın. Təbrik edirəm səni. İkinci oyunu oynamaq üçün getdik ikinci xananı açmağa. Hansı xananı açaq? 6. 6. Getdik. Hə dostum, burada gördüyün 18 dənə qutu var. Onun içində də müxtəlif əşyalar var və bu əşyaların bizə 6 dənə doğru cavabını deməlisən. Yəni hansı qutunun içində nə var? Doğru cavabı bildirməlisən bizə. Hazırsansa başlayaq oyunumuza. Hazırsan? Xanalar açıldı. Bəli. Diqqətlə bax və yadında saxla. İkinci dəfə də açıldı. Diqqətli ol. Başladı. 3, 2, 1, getdik. Bizdə seyirli çaynik. Neçədə? Bizdə seyirli çaynik. Bir də görək sehirli çaynikdir. Yox, qarpızıymış. 2-də 8. 2-də görək 8-dir. Bəli. 4-də maşın. 4-də maşın. Aferin. 5-də alma. 5-də görək nə var? Nardı 5-də. 6-da əjdaha. 6-da əjdaha. Aferin.
7'də üzüm. 7'də üzüm. Aferin. İkisi 3'də qaldı. balon. Ne? 3'də balon. Baxaq. Aferin. Tez ol, tez ol. Bir dənə qaldı. Tez ol. 11'də kaktüs. Baxaq. Aferin sənə. Doğru cavab verdin və vaxt tamam olmamış. Təbrik edirəm səni dostum. Getdi. Hə dostum, təbrik edirəm səni və doğru cavab verdin. 120 xal qazandın və bu da o deməkdir ki, 120 manat dəyərində hədiyyə qazandın. Təbriklər. Sağ olun. Sağ ol. Sağ olun. Sən də sağ ol dostum. Sağ ol. Çiçək bacı, deyirəm ki, oradakı bütün uşaqlar ağıllıydılar, amma heç xoşbəxt değildi. Heç kəs gülmürdü. Çiçək bacı, bizim də kəndimizdə məktəb çox uzaqdır da. Hər yerdən məlumat yoxdur. Amma biz çox xoşbəxtik. Düzdür. Cırtdan elə bayaq ki qeyd elədim. Yəni o hisslərimiz ki, bir-birimizlə olan söhbətimiz, deməyimiz, gülməyimiz, bunlar ki var, bizi o xoşbəxt eləyir. Bunlar da bizim ən çox əsas olan. Ona görə də cırtdan. Nə oldu? Cırtdan, ona görə də Hə, Çiçək bacı, yoxdur, sən fikrimi mənə vermə, qaşları çox qaşındı. Ora getdim, gəldim. Ona görə də mən ciddi söhbət eləyirəm burada. Cırtdan, imkan ver. Yaxşı, özümə gəldim. Hə. Nəysə, cırtdandır da uşaqlar. Deyirəm ki, Çiçək bacı, o zamanın mütləq gedəcəyik, biz çatacağıq. Belə deyək, əgər belə davam eləsə, bəli. Biz gedib çata bilərik. Amma bunun bir yolu var. Cırtdan, qorxma o saat. Bunun bir yolu var uşaqlar. Deməli, biz kitab oxumağı qoyub telefonla oynasaq, biz təkliyə üstünlük verib dostlarımızdan uzaq qalsaq, bu şeylər baş verə bilər. Çox təəssüf olsun. Ona görə də biz çalışmağı həmişə uşaqlarla bir yerdə bahəm oynayaq. Bizim belə deyək, internet düzdür ki, yaxşı bir şeydir. Amma onun bəli qorxulacaq bir tərəfi də odur ki, yəni biz ondan çox istifadə edək. Əgər çox istifadə eləsək uşaqlar, nə olacaq? Bizim nə deyirlər, fikrimiz orada olacaq. Elə ancaq biz vaxtımızı ora qoyacaq və cırtdanın dediyi dövrə gedib çıxa bilərik. Çünki hisslərimiz olmayacaq, bizim dostlarımız olmayacaq. Elə hey təklikə çəkiləcək. Elə deyilmi cırtdan? Çiçək bacı, lazım deyil. Necə gedirik o dövrə? Elə bu dövrdə qalmışıq rahat, qəşəng, xoşbəxt deyirik. Yox, yaxşıdır. Əslində əylənirik. Cırtdan bax. Nə deyirik oranı? Qulaq as. Deməli bax belədir ki, biz o dövrə getməyimiz yaxşıdır, inkişaf eləməyimiz yaxşıdır. Düzgün istifadə eləsək, düzgün də gedəcəyik. Məsələn, ağıllı olacaqlar, amma bu yandan da sən demiş, xoşbəxt olacaqlar. Biz hər şeyi vaxtında olmalı. Məsələn, internet təsəvvür bir dəryadır. Biz həm çox böyükdür. Biz məsələn necə insan dəryaya özün atar, əlbəttə ki, boğular da. Biz də ora özümüzü atsaq, heç fikir verməsək ki, burada necə olacaq? Məsələn, heç fikirləşməyək ki, biz burada həmişə qalsaq nə olar? Və orada biz məhv ola bilərik. Ay Çiçək bacı, deyirəm ki, belə baxıram ki, texnikanın bizə heç bir faydası yoxdur. Niyə? Elə biz məni başa sal görüm, texnikanın bizim üçün nə böyük bir faydası var axı. Yaxşı, ona gəl mən sənə bir sual verim. Uşaqlar siz də cavab verin. Bax indi cırtdan. İndi sən deyirsən ki, uşaqlar səni hardan görür? Hardan görür? Buradan da göstərmişdin ki, sən bu kameralardan məni görürlər. Aha, kameralar nədir? Texnikadır. Elə deyilmi? İndi onlar olmasaydı necə görəcəydin sən? Mən səni təsəvvür elə ki, hər dəfə bir quşun ayağına aparıb bağlı göndərəcəydin. Hə, Çiçək bacı, verilişimizi hər quşun ayağından asardıq, göy bütün dolu quşlar olardı. Yox, cırtdan. Ona görə də o texnika bizə lazımdır. Onlar bizi televiziyadan görürlər, elə deyilmi uşaqlar? Onlar bizi qəşəng görürlər, bizimlə yaxşı vaxt keçirtirlər. Amma bu texnika olmasaydı biz onları görə bilməzdik.
Görsə də çox az uşaq görərdi. Yəni toplaşardıq bir yerdə söhbət eləyərdik ancaq. Amma indi nə qədər uşaq var, görürsənmi? Hə, Çiçək bacı, çox uşaqlar var. İndi deyirsən ki, bizə texnologiyanın faydalarından biri də budur, hə? Bəli. Və məsələn indi texnologiyadan dərs də oxuyurlar əslində. Məsələn bir də görsən ki, məktəbə gedə bilməyən vaxtlarda, yəqin ki uşaqlarımızın yanında da biz texnologiyadan dərs oxumuşuq. Ona görə də bunlar bəli, düzgün istifadə edəndə çox gözəl bir şeydir uşaqlar. Çox qəşəng bir şeydir. Ona görə də düzgün istifadə etmək lazımdır. Analarınız sizə vaxt qoyar, onların dediyi vaxtda əməl eləyin. Deyirəm Çiçək bacı, düzdür, bunlardan da istifadə eləmək lazımdır, amma biz kitab da oxumalıyıq da. Nənəm mənə deyib ki, kitab oxumaq çox faydalıdır. Çox. Onun üçün həm biliyimizi artırırıq, həm söz büdcəmizi artırırıq. Hər bir şeylərimiz çox olur da Çiçək bacı. Düzdür. Deyirəm ki, onda mən belə qərar aldım ki, o dövrə getməmək üçün, ay, benim başında, o dövrə getməmək üçün nə etməliyik? Kitablardan çox istifadə etməliyik, texnologiyadan da, yəni lazımı qədər istifadə etməliyik. Hə, Afərin sənə Cırtdan. Uşaqlar görürsüz, dostlarımız da çox sevindi ki, Cırtdan bu qəşəng nəticəyə gəldi. Ona görə də belə eləyək. Ağıllıyam da, Çiçək bacı, ağıllıyam. Bəli, sən ağıllısan. Bizim dostlarımız da ağıllıdır və bilirəm ki, buna əməl eləyirlər. Ona görə də həmişə bunları yadınızda saxlayın uşaqlar. Deyirəm, Çiçək vaxtında bacı. istifadə eləyin. Deyirəm Çiçək bacı, sənin qocalığını görmədim də mən. Uşaqlar, görürəm ki, hamınız oturmusunuz, gözləyirsiniz ki, Cırtdan sizin üçün biraz kömək eləsin. Yaxşı, yaxşı. Odda yanmaz, suda batmaz. Ən çox bu qış fəslində baş verir və qardan sonra yaranır. Biz adətən onun üstündə sürüşməyi daha çox sevirik qış fəslində, düzdür? Tez olun, cavabı göndərin. Nə maraqlıdır, qocaldı. Cırtdan. Uşaqlığına bax hələ bunun. Day. İndi özümü yazım baxım qocalığım. Vay, nə gün deyəm burada. Gördün Cırtdan? İstəmədim. Balacalığıma baxım. Nə balacayam. Heç yoxam ki. Bayaqdan özümə baxıram. Deyirəm ki, qocalığım çox bəcəriydi. Uşaqlığım da lap balacaydı, heç görsənmirdimi? Görsənmirdi, görür. Görsən balacaydı. Cırtdan, bu da texnologiyanın bir növüdür. Getdin həm mənim qocalığımı gördün, axır arzusuna çatdın. Yox, sənin qocalığını çox yaxşı görə bilmədim. Qorxdum, başqa yerə getdi. Yox, deyirəm ki, sən bu telefonu həm qocalığımı gördün, həm öz qocalığımı gördün, həm də ki, balacalığımı da gördün. Uşaqlığıma da baxdım. Görsən Cırtdan nə yaxşıdır, elə deyilmi uşaqlar? Görsəz Çiçək necə bacı, maraqlıdır. Sənin uşaqlığını da görmək istəyirəm. Görəsən necəsən? Nə boyda olmusan? Yoxsa Onu da qorxaram? orada baxarıq. Eybi yoxdur. Mən sənə göstərərəm. O proqramdan baxarıq. Belə görürsüz ki, uşaqlar, yəni belə bu cür eləmək olar, amma vaxtınızı çox xərcləməyin. Yəni bu cür düzdür maraqlıdır, oyunlarımız maraqlı ola bilər, amma Cırtdan belə çox başımı qarışdırma. İndi bilirəm xoşun gəldi. Düz deyirsən. Buna çox başımı qarışdırana kimi vaxt qoyum gərək. Yarım saat. Yarım saat az deyil. 1 saat. 2 saat. 5 saat ola bilər. Yox, 5 saat çox oldu. 5 saat çox oldu. Yarım saat bəsdir. Bəs kifayətdir yarım saat mənə. Belə çoxalda bilərsən ha, amma o tərəfə gedəcəksən də bilirsən. Yo, istəmirəm. Heç kəs istəmir. Heç kəs o tərəfə getmək istəmir. Ona görə də yaxşı olar ki, kitablardan çox istifadə edeyim, hə? Kitablardan bəli, kitablardan çox istifadə elə. Qarnım qaşınır. Yəni çox oxumağa çalış və vaxtı lazım olanda da bunu da istifadə elə Cırtdan. Yaxşı Çiçək bacı, düz deyirsən. Tam razılaşıram səndən, amma Çiçək bacı, Bəli. mən qorxuram day təndirdən oyana getməyə. Yox, Aparır məni başqa yerə, qorxaram yenə, vay. Yox da aparmaz. O sənin belə deyək, sən o cür düşünmüsən, o tərəfə də getmisən. Çiçək bacı. Arzular təndiri kimi. Deyirəm ki, bu günlük də verilişimizin sonuna çatmışıq da, Bəli, düzdür. Bu dəfə çatmışıq. icazə versən mən deyim sözləri. Buyur, sən dinə, lap yaxşı. Ora. Deməli uşaqlar, bizim bu Cırtdanın macəraları verilişinə bilirsiniz, baxırsınız, məlumatımız var, nə oyunlar oynayırıq, hansı tapmacaları deyirik. Müsabiqəmizdə nə cür oyunlar var? Əgər siz də iştirak eləmək istəyirsinizsə, mütləq və mütləq aşağıda qeyd olunan nömrələrə, nömrələrlə əlaqə saxlayın.
deyin ki, mən Cırtdanın dostuyam. Mən bu müsabiqədə iştirak eləmək istəyirəm və siz də şəkillərinizi də göndərin, videolarınızı da, mövzumuz haqqında fikirlərinizi də bildirin. Mütləq. Sağ olun. Sağ olun uşaqlar, sağ olun. La 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 la.